Dondarlı şəhidləri, Dondarlı kəndi, Qabaqları Dondarlı kəndi. Ziyarətimizi kəndimizdə şəhidlərimizin plakatına elədik. Bayraqlar tamam sıradan çıxıbdı. O günləri kim çəkmişdi, orada gördüm ki bayraqlar sıradan çıxıbdı. Elə gəlirdik deyənə bayraq da alıb gətirmişik. Oğlu qəhrəman Əkil də sifariş veribdi, onu da gətirmişik şəhidlərimizin xatirəsinə. Rövşən Murad bayrağı dəyişir. İki doğullarımızın bayrağın hansı ki hər biri bu bayrağa görə ömrünü gününü vətənine bəxş elədi. Azərbaycan, yaşasın Azərbaycan. Baba kardeşimiz, Nadir kardeşimiz, Sabahattin kardeşimiz, Hamza kardeşimiz, Ədər kardeşimiz, Sirat kardeşimiz. Allah hər birinin ruhunu şəhid eləsin. Hər birinizin məkanı cənnət olsun. Ruhunuz şad olsun. Böyle biraz yolduk edersen ha. Az da olsa yolduk. Diyorum az da olsa yolduk biraz. Ayağı yolda ama kesin yok. Yaşasın Azerbaycan. Yaşasın bizim şehitler. Ruhumuz şad olsun. Ruhunu koy. Durup da istedim. Diyor niye bu buradan ortadan? Ortadan tam koyup. Bir buradan. Ortadan tam koyarıq. Bir tane de şeyden zıtıpit eləyərik ki. Bak buradan bir tane yerden. Ha. Oğlama qəşəng düzəltdim səni. O şeyler hamısı görsən. Biri dumulurdu da. Çıkarttın, onu koydun. Yoksa... Koy, tatlı mı geçmiş? Yox deyirəm, yoxsa neynəmiyorlardı indi? Hə, cırıq oldu, fısı. Ha, malades, halal olsun sana oğul. Allah səni var eləsin. Bu da Türk kardeşlerimizin bayrağı. Allah Türk kardeşlerimizi de var eləsin. Həmişə bizə dayaq olublar. Həmişə bizə kömək eləyiblər. İki dövlət, bir millət. Yaşasın Türkiye, yaşasın Azerbaycan. Güzel şehitlerimiz. Maşallah ha. Bayırda bayraklar geçer görür ama oğlum. Fikir bununla mı kabak asmıştı ya? Kimin ürünü? Başlı ha. Böyle iki duruyor. Həmişə cavan, həmişə qətli yaşayan əziz şəhidlərimiz, gözəl insanlar. Allah ruhunuzu şad eləsin. Evet, o şeyden söküyor. Orada durmuyor. Ona söküyor. Yaşa girme. Evet. Oradan bağlıyor onu. Al oradan.
Ortalama olsun. Ortalama bu ya. Arazı. Ne orası? Ortalama emekçi orada mı alıyor? Her birimizin bu millətdə şəhidlərə vətəndaşlıq borcu var. Allah yanlarında razı olsun, Allah'ları. Məkanları ucadır, bu vətəndə. Bizlər də vətəndaş olaraq onların var. Xatirələrin uca tutmağı Allah valideynlərinə, doğmalarına hər birini səbir versin. Vətənimizin başı sağ olsun. Bu kəntin, hər kəndin girişində yazılan o plakatları görəndə və oradan keçəndə hər bir Azərbaycan vətəndaşı bu şəhidlər qarşısında, bütün kəndlərin, şəhidlər qarşısında, hər bir kəndin, hər bir rayonun girişində şəhidlər plakatları asılıbdır. Bu da çox gözəl təşəbbüsdür. Hər kəs orada baş əyməyə borclu. Buradan keçəndə bunları yad etmədən Dondarlıya və yaxud Dəmçilər şəhidlərini yad etmədən Dəmçilərə getmək qüsurludur hər bir Azərbaycan vətəndaşı. Ayıbdır. Allah yenə deyirəm. Amma o canı sağ eləsin. Qürbət Allah canı sağ eləsin. Sağ ol, çok sağ ol. Gəldi, ziyarət elədik. Bundan böyük savab iş yoxdur mənə deyirəm. Allah səbir versin. Allah ruhlarını şad eləsin. Mekanları cennet eləsin. Həqiqətən də başta bizim bu konuları şəhidlərimiz olmaqla ben bütün Azərbaycan şəhidlərimiz, məqamlarımızla Allah təqaüd edirəm. Dəmirçilər kəndini, bütün Azərbaycan, bütün el obamızda hər bir şəhid bizə gözəl günlər üçün öz həyatını, öz ömrünü, gününü etmək yolunda qoyur ki, biz bax belə bir gözəl günlər. Ona görə hər birimiz bu şəhidlərə borçluyuz. Həyatımızı, ömrümüzü, günümüzü borçluyuz. Allah ruhlarını şad eləsin. Siz yaşayırıq, biz sizi unutmuyoruz. Siz həqiqətən də necə varsınız, elə də qalasınız, elə də yaşayasınız. Allah ruhunu şad eləsin. Mənim şəhidlərim, əziz Dondarlı şəhidlərim. Bizim üçün, mənim üçün siz hər birimiz qəhrəmansınız. Hər birimiz imam olmalısınız. Ruhunuz şad olsun. Oğlu, evet, sağ olun, Allah sana sağ olasın. Geldik, kendimizi ziyaret edeceğiz. İlk olarak da şehitlerimizi ziyaret etmek. Her birimizin borcu, kende gelmemişler, ayağına gelmemişler, şehitlerini ziyaret etmek. Vatandaş borcu. Ya oğlu sen de sağ ol, Allah sana sağ olasın. Başın üzerinde şekillere eşit olunan şehitlerin plakatının buraya getirilmesinde da büyük dəstəyin olubdur, Allah səni sağ olasın. Bu günləri boş gəlməmsən, Samarada yaşayan Azərbaycanlılar adına Dondarlı şəhidlərinin xatirəsində bədləşdirmək üçün əsir gətirsən. Allah canını sağ olasın, Allah şəhidlərimizin məkanı məqamımız eləsin. Allah sizi də var eləsin. Siz də yəqin ki, kəndimizin cəmaatına, şəhidlərimizin ruhuna, kendine deyiləcək sözlərim. Allah sana sağ olsun.